Hörmətli xanımlar, hörmətli bəylər, hamınızı salamlayıram. Zəfər bəyin qısa məlumatından da göründüyü kimi, olduqca siyasi hadisələrlə zəncir olan bir ayı yola salmış. Əslində, 2013-cü ilin yanvar ayı çox ciddi siyasi proseslərin anonsunu edib və bu ilin bütövlükdə necə keçəcəyi ilə bağlı təxminlərə əsas verib. Bu hadisələri hamınız bilirsiniz, mən onları təkrarlamaq fikrində deyiləm. Amma bir neçə prinsipial məqamların üzərində dayanmaq istəyirəm. Bəlkə telefonları söndürəsiniz. Demək, əvvəla Avropa Şurasında yanvar ayında keçirilmiş Azərbaycanla bağlı dinləmələr və Azərbaycanla bağlı məruzəçilərin təqdim elədiyi məruzələr və qərar layihələri barədə. Bilirsiniz ki, Azərbaycanla bağlı ümumi məruzə qəbul olunsa da, orada Azərbaycan hökumətinə ciddi tövsiyələr təklif olunsa da, amma Strasserin bir neçə il ərzində hazırladığı siyasi məhbuslarla bağlı məruzə çox təəssüf ki, qəbul olunmadı Avropa Şurasında. Və bu məruzə qəbul olunmayan kimi Azərbaycan hökuməti əvvəla ölkənin daxilində böyük bir kampaniya başlatdı ki, artıq o öz standartlarını Avropa Şurasına da qəbullətdirə bilir. Faktiki özlərinin orta əsr feodal dəyərlərinin Avropada qalib gəlməsinin təntənəsini qeyd elədilər və eyni zamanda öz aləmlərində bu qətnamənin qəbul edilməməsindən kart blanş kimi istifadə edib dərhal repressiyaları artırmaq siyasətini həyata keçirdilər. Bu çox acınacaqlı bir haldır. Bizim bu məsələlərə adekvat münasibətimiz olmalıdır. Artıq Koordinasiya Şurasında müzakirələr olunub, sesiyada bu mövqeyi dəstəkləyərsə, təklifimiz ondan ibarətdir ki, biz bütün qərb strukturları ilə, o cümlədən Avropa Şurası ilə münasibətlərimizdə tam ədalətli bir mövqedən çıxış edək. Azərbaycanı müdafiə edən insanlar, həmin Strasser, vaxtilə Andres Herkel, Andres Gross, ondan əvvəl George Clairfight, siyasi məhbuslar üzrə ilk məruzəçi, belə prinsipial adamların mövqeyinə dəstək verək, amma eyni zamanda Azərbaycan xalqının maraqlarını, öz korporativ maraqlarına, öz qazanclarına, kürüsevər olmaqlarına qurban verən insanları adbaat çox sərt şəkildə tənqid eləyək. Yalnız burada eləməyək bunu, həmin ölkələrin mətbuatına yol tapaq, bütün Avropa miqyasında Azərbaycan xalqının əzabları hesabına, burada həbsxanalarda keçən ömürlər hesabına, özünə var-dövlət toplayan insanlar ifşa olunmalıdır. Və biz artıq belə açıq məktublarla Avropa Şurasına müraciət eləmək fikrindəyik. Və biz hesab edirik ki, bu yalnız Avropa Şurasına münasibətdə belə olmalı deyil. Heç bir kompleksiz, heç bir narahatsızlıq, Azərbaycan xalqının yanında olan hər kəslə dost, Azərbaycan xalqının maraqlarına qarşı çıxan hər kəsin qarşısında olmaq. O cümlədən təkcə ölkənin daxilində yox, bütün dünya miqyasında bu siyasəti qətiyyətlə həyata keçirmək. Bax, İctimai Palatanın bu beynəlxalq təşkilatlarda hökm sürən qeyri-sağlam yanaşmalara mövqeyi bundan ibarət olmalıdır. Əgər əlbəttə ki, siz də bu mövqeyi dəstəkləyərsinizsə. Hesab edirəm ki, beynəlxalq təşkilatlara Azərbaycan xalqının adından məhz İctimai Palatanın açıq və birmənalı mövqelərini çatdırmaq mənəvi səlahiyyəti var. Digər bir mühüm məsələ ondan ibarətdir ki, yanvar ayında baş vermiş hadisələr göstərdi ki, etiraz hərəkatının artıq mərkəzləri çoxalıb. Yalnız İctimai Palata və müxalifətlə məhdudlaşmır bu ünvanlar. Və hətta bəzi hallarda etiraz hərəkatının əsas mərkəzləri regionlara keçir. Belə bir situasiyada Azərbaycan hökuməti yeni situasiyaya görə öz taktikasını seçməli oldu. Bu günə Azərbaycan hökumətinin baş verənlərə münasibəti necə qiymətləndirilməlidir? Əlbəttə ki, hökumətin hələ də hərəkətlərində, münasibətində tərəddüd hissi olunur. Bir tərəfdən, məsələn, İsmaildəki hadisələrin digər regionlara yayılmaması üçün İsmaildən sonra İmişlidə, Zaqatalada etirazların qarşısının alınması üçün dərhal etiraz edən insanların ayağına getdilər, tələblərini nəzərə aldılar, müəyyən qədər güzəştli siyasət apardılar ki, deməli bu etirazlar genişlənməsin. Bu əslində yaxşı simptom idi.
Əslində, hökumətin yanaşması elə belə olmalıdır ki, böyük xalq etirazlarının tələbləri təmin olunmalıdır. Amma hökumət özünə xəyanət eləyə bilməz. O istəmir ki, bizdə, Azərbaycan xalqında və digər insanlarda belə bir yanlış təəssürat yaransın ki, onlar dəyişə bilərlər. Yox, onlar hər fürsətdə anons edirlər ki, hökumət özünə sədaqətlidir, özünün mənəviyyatsız idarə etmə prinsiplərinə sədaqətlidir, qəddar, zalım siyasətinə sədaqətlidir və ona görə də özlərinə gələn kimi repressiyalara şərait yaratdılar. Binə Ticarət Mərkəzində cinayət işi başlandı, 10 nəfərin haqqında hal-hazırda cinayət işi aparılır və digər sahibkarlardan da pul toplanılır. Bu faktiki binədə baş verən hadisələrdən ticarətçilərə qarşı repressiyaları artırmaq üçün bəhanə kimi istifadə edirlər. İsmaillıda cinayət işi başlanılıb, özü də burada bizim dinləmələrdə İsmaillıdan gəlmiş insanlar özləri də ifadə elədilər ki, əslində birinci gün hadisələr kifayət qədər o otelin qarşısına baş vermiş insident istisna olmaqla dinc məcrada olub, amma sonra bilavasitə hökumətə bağlı olan qüvvələrin təhriki ilə həmin o daşatma kampaniyası yaradılıb və bundan istifadə edib orada da cinayət işi başladıblar. Azərbaycan əhalisinin müəyyən bir hissəsini, İsmailli cəmaatını qorxutmaq üçün yeni həbslər həyata keçirdiblər. Qisas məqsədi ilə, adamları qorxutmaq məqsədi ilə. Ən vacibi isə Azərbaycan hökuməti, Azərbaycan müxalifətinin iki tanınmış simasını bu hadisələrdən istifadə edərək həbs edir. Tofiq Yaqublu'nun bu hadisələrdən sonra həbs olunması yalnız böhtan deyildi, yalnız ədalətsiz qərar deyildi, yalnız antidemokratik qərar deyildi, həm də anti-insani bir qərar idi. Azərbaycan hökuməti bununla Azərbaycan cəmiyyətinə sanki mesaj verirdi ki, onun heç bir insaniyyət, humanizm baxımından zəifliyi yoxdur. Onlar üçün belə prinsiplər yoxdur. Nigarla bağlı verilmiş qərəzli qərar hələ qüvvəsindəykən, bu ailədə ikinci haqsız bir qərarın verilməsi, bir ailəyə qarşı repressiyanın belə qətiyyətlə davam etməsi məhz Azərbaycan hakimiyyətinin mənəviyyatsızlıq ölçüsü kimi qiymətləndirilməlidir. Eyni zamanda hal-hazırda artıq prezidentliyə namizədliyini də irəli sürmüş, Azərbaycan siyasətində tanınmış kifayət qədər bir şəxs olan İlqar Məmmədovun həbs olunması heç bir adiyyəti olmadığı halda həm də bütün dünyaya mesajdır ki, onların Azərbaycan hökumətinə loyal münasibətindən səhv nəticə çıxardıblar. Əslində biz çəkinmədən beynəlxalq birliyə açıq həqiqətləri deməliyik ki, hansısa mülahizələrə görə bəziləri geopolitik, bəziləri iqtisadi, bəziləri şəxsi mülahizələrə görə Azərbaycan hökumətinin anti-xalq siyasətinə, antidemokratik siyasətinə dözümlü yanaşmalar sonradan böyük bir hesaba çevrilib Azərbaycan xalqının qarşısına qoyulur. Və bu həbslərin həyata keçirilməsində həmin o indiyə qədər ki, bu siyasətə biganə, tolerant yanaşan beynəlxalq dairələrin də öz məsuliyyəti var. İndi artıq onlar hiss edirlər, məncə o məsuliyyəti hiss edirlər və ona görə də son həbslərdən sonra biz indiyə qədər görmədiyimiz daha prinsipial münasibətləri beynəlxalq təşkilatlardan eşidirik. Deməli, Azərbaycan hökumətinin baş verənlərə münasibəti ondan ibarətdir ki, repressiyaları artırmaq, nümayiş elətdirmək ki, onlar heç bir halda xalqla hesablaşmaq fikrində deyirlər və fürsət tapıb hansısa bir bəhanələrdən şişirdərək gündəmi dəyişmək, etiraz gündəmini intriqa, daxili qarşıdurma gündəminə keçirməkdən ibarətdir. Və bu baxımdan Azərbaycan hökumətinin Əkrəm Əylisinin yazdığı o uğursuz Daş Yuxular romanının ətrafında yaratdığı isterika məhz həmin buna xidmətin çox ciddi bir nümunəsidir. Əlbəttə ki, burada indi onun yeri deyil, bu barədə mətbuatda geniş söhbətlər açılıb, İctimai Palata öz mövqeyini bildirib, romanda tarixi həqiqətlər saxtalaşdırılıb, Azərbaycan xalqının özünün, mənəviyyatının, dilinin heysiyyatına toxunulub, bütövlükdə Azərbaycanın milli maraqlarına zidd olan bir pozisiya ortaya qoyulub, bunlar həqiqətdir, amma eyni zamanda bundan istifadə edib, Azərbaycanda orta əsrlərə məxsus olan inkvizisiya yaratmaq, yazarı öz yazdığına görə özünü, övladını, həyat yoldaşını, bütün ailəsini repressiya etmək, ona qarşı hal-hazırda belə bir isterik əhval-ruhiyyə yaratmaq, Azərbaycan cəmiyyətində bütövlükdə gündəmi dəyişərək
Əkrəm Əylisini təqib edərək dünyanın əksinə diqqətini bu məsələyə daha da cəlb etmək nəinki antidemokratik bir yanaşmadır, Azərbaycan xalqının milli maraqlarına zidd bir yanaşmadır. Bugün həmin o vətənpərvərlik maskası taxmış insanlara demək istəyirəm ki, Əkrəm Əylisinin yazdığı bu əsər Azərbaycanın milli maraqlarına nə qədər ziddirsə, sizin bu əsərin ətrafında yaratdığınız bu artıq beynəlxalq səviyyəyə çatmış ajiyataj 2 qat ziddir Azərbaycanın milli maraqlarına. Bütün xəbəri olmayanlara xəbər verdiniz, bütün marağı olmayanları maraqlandırdınız, bütün dünyanın əlinə yaxşı Azərbaycana qarşı istifadə eləməyə vəsait verdiniz və bunu siz elədiniz. Özünüzün daxili maraqlarınıza görə, gündəmi dəyişmək marağınıza görə, Azərbaycanda bütövlükdə öz vətənpərvər güya maskanızı möhkəmləndirmək maraqlarınıza görə ölkənin həqiqi maraqlarını ayaqladınız. Bunu da demək bizə düşür hər halda. Bu məsələlərə də biz öz münasibətimizi bildirməliyik. Hörmətli xanımlar, hörmətli bəylər, yanvar ayında baş verən hadisələr sadəcə bizim son illərdə apardığımız Azərbaycan hökumətinə qarşı etiraz, demokratik dəyişikliklər uğrunda mübarizənin növbəti addımları deyil, mənim fikrimcə. Yanvar ayında baş verənlər Azərbaycanın siyasi həyatında yeni bir mərhələnin anonsudur. Hesab edirəm ki, baş verənlər çox ciddi şəkildə keyfiyyət dəyişikliklərindən xəbər verir. Nələri nəzərdə tuturam mən? Əlbəttə ki, sizlər bu zalda olmayan minlərlə Azərbaycan xalq hərəkatının yetirmələri uzun illər ərzində müxtəlif bloklar şəklində, Xalq Cəbhəsi, Musavat, digər partiyalar şəklində, son illərdə isə İctimai Palata şəklində biz bu mübarizəni bir gündə dayandırmamışıq. Və bu şərin qarşısında ədaləti, insan haqlarını, demokratiyanı qorumaq üçün çox böyük məhrumiyyətlər yaşamışıq. Amma məhz bu ilin yanvar ayında baş verən proseslər o mənada fərqlənir ki, indi artıq mübarizə bütövlükdə və yalnız bizim üzərimizdə qalmır. Bizim uzun illər meydana çağırdığımız, mübarizəyə səslədiyimiz xalqımız bizim çağırışımıza səs verir. Bax, əsas faktor bundan ibarət. İndi artıq xalq özü meydana çıxır. Baş vermiş keyfiyyət dəyişikliyi bundan ibarət. İstər rayonlarda baş verən hadisələr, heç bir partiyanın üzvü olmayan, heç bir partiya təlimatı almayan insanların ədalətsizliyə qarşı çox ciddi və qətiyyətli mübarizəyə qoşulması, istər 12 yanvar, sonradan 26 yanvar aksiyalarında heç bir siyasi mənsubiyyəti olmayan gənclərin sosial şəbəkələrdəki çağırışlar əsasında meydanlara çıxıb ciddi mübarizə aparması həmin bax bu yeni mərhələnin göstəriciləridir. Bu yeni mərhələnin digər göstəricisi ondan ibarətdir ki, bu yeni mərhələdə artıq Azərbaycandakı protest hərəkatı ciddi bir instrument, mexanizm əldə edib. Hansı ki, uzun illər ərzində bizim olmuyor. Bu internetdir, sosial şəbəkələrdir, 100 minləri və milyonları əhatə edən informasiya resursudur. Bu yeni mərhələnin artıq ayaq səsləridir. Və artıq belə bir şəraitdə Azərbaycan müxalifəti, onun avangard hissəsi olan İctimai Palata yeni situasiya üçün özünün strategiyasını və taktikasını müəyyənləşdirməlidir. Artıq bu yeni situasiya ondan ibarətdir ki, biz İctimai Palata olaraq öz avangard mövqeyimizi saxlasaq da, bunu mən qeyd eləmək istəyirəm ki, bütün bu baş vermiş hadisələrlə bağlı İctimai Palata ən operativ, ən güclü koordinasiyanı həyata keçirdən, ən nüfuzlu orqan kimi hərəkət edib. Və bu yeni mərhələnin başlanmasında bizim böyük xidmətlərimiz var. Məhz bizə yaxın olan, milli demokratik düşərgəyə yaxın olan media orqanlarının təşəbbüsü və dəstəyi ilə məhz sizlərin cəmiyyətdə qorxunu, xofu aradan qaldırmağa hesablanmış şəxsi fədakarlığınızla bu yeni mərhələ yetişib. 2 aprel məhbuslarının məhkəmələrdə nümayiş elətdirdiyi həmin o qətiyyət, qorxuya qalib gəlmək nümunələri, Azərbaycanın siyasi məhbuslarının açıq-aşkar repressiyalara meydan oxumaları, bax bu yeni mərhələni onlar yetirir. Onlar həmin bugünkü gənclik, bugünkü sadə insanlar sizlərin yaratdığı o şəxsi nümunələrdən ruhlanaraq bu günləri meydanlara çıxıblar. Ona görə də başlanmış bu mərhələnin də memarlarından biri, əsasında duranlardan biri əslində yenə də sizlərsiniz. Məhz o ədalət, mübarizə tonqalını sönməyə qoymadığınıza görə, bu günlərə, yeni nəslə həmin o tonqalı yanar saxladığınıza görə, əlbəttə ki, bugün baş verən
etiraz hərəkatının yeni dalğalarında sizlərin müəlliflik hüququ var. Amma eyni zamanda bir şeylər dəyişir. Mən indi sadaladım ki, artıq etiraz eləmək, müxalifət olmaq, haqqa dayaq olmaq, müəyyən mənada yalnız müxalifətçilərin, belə deyək ki, qeyri-rəsmi inhisarından çıxır. Artıq xalq öz taleyinə sahib olmağa başlayır. Mərkəzlərin sayı artır. Hətta protest hərəkatının mərkəzi müəyyən mənada regionlara keçir. Və belə bir yeni situasiyada biz ictimai palata olaraq özümüzün strategiyamızı dəqiq müəyyənləşdirməliyik. Hesab edirəm ki, bütün baş verənlər hamısı onu təsdiq edir ki, Azərbaycanda başlanmış azadlıqlar uğrunda bu yeni mərhələ qalibiyyətlə başa çata biləcək. Bizi arada bir saxlamağa çalışacaqlar. Represiyalarla, gündəmi dəyişməklə müvəqqəti tənəffüs əldə edəcəklər. Amma bütövlükdə bu proses daha geri dönməyəcək. Artıq bu proses, necə ki, 88-ci ildə başlanmış azadlıq hərəkatı, milli azadlığın əldə olunması ilə yalnız öz məqsədinə çata bildi. İndi demokratiya və şəxsi azadlıqlar uğrunda başlanmış bu mərhələdə yalnız o azadlıqlara biz yetişəndən sonra artıq təmin olunmuş olacaq. O vaxta qədər bu mərhələ yüksələn xətlə gedəcək. Amma eyni zamanda Azərbaycan hökuməti də biz sadaladık ki, öz mahiyyətinə sadiqdir, represiyaları davam edəcək. Ona görə də yeni mərhələdə növbəti addımlarımız müəyyənləşən zaman iki taktiki məsələni əvvəldən həll eləməyimizə ehtiyac var. Biri ondan ibarətdir ki, biz çalışmalıyıq ki, cəmiyyətin bütün kəsimlərini səfərbər eləyərək ölkədə insan hüquqlarını müdafiənin daha təkmil mexanizmini formalaşdıraq. Yalnız müəyyən həbslər olandan sonra toparlanıb, emosional, spontan, müəyyən reaksiyalar verməklə işimizi bitmiş saymayaq. İnsan hüquqlarının müdafiəsi avtoritar ölkə üçün vacib bir sahə olmalıdır və biz təşviq eləməliyik ki, ölkənin bütün vətəndaş cəmiyyəti öz səylərini bu sahədə əlaqələndirib, işlək bir koalisiya yaransın. Hər gün çalışan, bütün dünya ilə çalışan, yalnız bir neçə ünvan yox, bütün dünyada idealist insanların ünvanlarını bilən, onlarla mütəmadi hər gün iş aparan bir mərkəz formalaşsın. İkincisi, biz bir halda ki görürük ki, yeni mərhələ və yeni mərhələnin də yeni əzabkeşləri olacaq, həbslər hələ olacaq. Mən sizə deyim ki, qətiyyən Tofiq bəyin, İlqar bəyin, İsmaillıdan həbs olunanların həbsləri hələ bu mərhələnin yalnız ilkin həbsləridir. Biz hamımız buna hazır olmalıyıq ki, bu həbslər hələ davam eləyə bilər. Hökumət nə qədər ayaqdadırsa, nə qədər bu rejim durursa, biz mübarizə apardıqca biz itkilər verəcəyik. Ona görə də həmin o həbs olunanların özlərinin, ailələrinin, təminatının indi mexanizmini yaratmaq lazımdır. Birazdan sonra bu proses daha da yüksələn xətlə gedəcək. Qarşı durma, nə qədər biz çalışsaq da ki, dinc məcrada olsun, hər halda müəyyən həbslərə gətirib çıxardacaq. Hökumət özünü qorumaqdan ötürü belə addımlar atacaq. Ona görə nə etməliyik? Bütövlükdə cəmiyyət miqyasında başlanmış xoş nümunədən istifadə eləməliyik, ianələr toplamaq, şərti olaraq repressiya qurbanlarını və onların ailələrini müdafiə eləmək kimi işə hamılıqla qoşulmalıyıq. Heç bir dara düşən insan özünü və ailəsini tək hiss eləməməlidir. Biz bunu indidən təmin eləməliyik. Növbəti, daha böyük mərhələyə başlamazdan öncə bu məsələni həll eləməliyik. Artıq mübarizəyə gedən hər bir şəxs əmin olmalıdır ki, onun özü, ailəsi bütövlükdə demokratik düşərgənin diqqətində olacaq. Şəxsi münasibətdən asılı olmayaraq bu yolda məhbus həyatı yaşayan hər bir şəxs bizim diqqətimizdə olacaq. Yeri gəlmişkən hesab edirəm ki, bu yalnız bizim üzvlərimizə aid olmalı deyil. Bu bütövlükdə, bu mübarizədə həbs olunan hər kəsə aid olmalıdır və bu fürsətdən istifadə edib hamınızı İsmaillıda həbs olunanlara, Binədə həbs olunanlara, ondan əvvəl siyasi məhbuslar ki, hansılar ki qallar, onların hamısına diqqəti artırmağa çağırıram. Və biz onlar üçün vəsaitlərin toplanması, onların hüquqlarının müdafiə olunması, ailələrinin və özlərinin diqqət görməsi üçün hamılıqla mübarizə aparmalıyıq. Yalnız bu halda bizim sıralarımız seyrəlməz. Yalnız bu halda insanlar mübarizənin növbəti mərhələsində daha kütləvi şəkildə gedərlər. Və nəhayət, daha mühüm olan bizim üçün iki qərar, iki nəticə bu hadisələrdən. Biri ondan ibarətdir ki, bu yeni situasiya tələb eləyir ki, Azərbaycan İctimai Palatanın təqdim elədiyi kimi, təklif elədiyi kimi, Azərbaycanın bütün
ictimai-siyasi qüvvələri, müxalifət qüvvələri, dəyişiklik üçün çalışan, demokratiya üçün çalışan bütün qüvvələrinin səyləri əlaqələndirilməli tapılmalıdır. Bunun biz mexanizmini tapmalıyıq. Baxın, bu son hadisələrlə bağlı biz çalışdıq ki, öz tədbirlərimizə bütün digər İctimai Palatada olmayan ictimai-siyasi qüvvələri dəvət elədik. Onlar gəldilər, biz bir yerdə tədbirlər keçirdik. Yanvar ayı ərzində bizim 3 tədbirimiz demək olar ki, ümumilli tədbir səviyyəsində keçib. Yalnız İctimai Palatada təmsil olunanlar yox, İctimai Palatadan kənarda olan ziyalılar, vətəndaş cəmiyyəti, partiya liderləri də bizim tədbirlərdə iştirak edirlər. Hesab edirəm ki, bu siyasət davam eləməlidir. Biz tələsmədən, amma həm də gecikmədən ölkənin gerçək dəyişikliyi üçün çalışan bütün ictimai-siyasi qüvvələrinin konsensusunu tapıb daha bir böyük birliyə nail olmalıyıq. Çünki hərəkat günü-gündən böyüdükcə, burada Zəfər bəy çıxışında qısa bir ştrixə toxundu. Bəzi hallarda biz hadisələrin arxasınca gedib yalnız dəyərləndirməklə kifayətlənirdik. Bu bir həqiqətdir və hərəkat xalq zəminində genişləndikcə, Azərbaycanın regionları bir-bir ayağa qalxdıqca, Azərbaycan gəncliyi artıq 10 minlərlə ayağa qalxdıqca, o situasiyada Azərbaycandakı etiraz hərəkatını koordinasiya olunmuş şəkildə, ağıllı, savadlı şəkildə idarə etməkdən ötürü çox ciddi müxalifət daxili əməkdaşlıq modelinin tapılmasına ehtiyac var. Bunu biz hamımız qəbul eləməliyik. Və nəhayət, axırıncı vəzifəmiz. Biz bilməliyik ki, Azərbaycan cəmiyyətinin mübarizəyə hamılıqla başlaması, o cümlədən kənarda olan müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin bizim çağırışlarımıza pozitiv yanaşması, bizim Azərbaycan müxalifətinin avangard qüvvəsi olaraq məsuliyyətimizi qətiyyən azaltmır. Əksinə, mən bu barədə fikrimi bildirmişdim, təkrar eləmək istəyirəm. Bugün Azərbaycanda güclü müxalifətin olmağı, təşkilatlanmış müxalifətin olmağı təkcə siyasi zərurət deyil, milli vəzifədir. Baxın, bir tərəfdə öz haqları uğrunda mübarizəyə hamılıqla qalxan xalq, başqa tərəfdə hər bir vasitələri məqbul bilən, hakimiyyətdə qalmaq üçün hər bir zorakılığı, repressiyanı məqbul bilən bir hökumət. Əgər güclü, nüfuzlu, idarə olunan bir xalq hərəkatı modeli tapılmasa, hökumət həmin o siyasi təcrübəsi az olan və bir sıra hallarda öz lokal problemlərini daha üstün hesab edən insanları müxtəlif təxribatlara çəkə bilər, qarşıdurmanı cəmiyyətdə artıra bilər, bu qarşıdurma daha böyük ziddiyyətlərə gətirib çıxarda bilər və ümumiyyətlə proseslər Azərbaycanda nəzarətdən çıxmış bir mərhələyə də gələ bilər və Azərbaycan hökumətinin bunda maraqlı olmadığını mən deyə bilmərəm. Ona görə də proseslərə ciddi nəzarəti təmin eləməkdən ötürü, proseslərin dinc məcradan çıxmasının qarşısını ala bilməkdən ötürü hər bir rayonda, hər bir kənddə, hər bir coğrafi bölgüdə təşkilatlanmış və güclü müxalifət bizim yeganə silahımız ola bilər. O baxımdan hesab edirəm ki, biz öz fəaliyyətimizə tənqidi yanaşmalıyıq. Dönə-dönə bu barədə danışmağımıza baxmayaraq hesab edirəm ki, nə İctimai Palatanın, nə İctimai Palatada təmsil olunan partiyaların təşkilatlanma səviyyəsi günün tələblərinə cavab vermir. Bunu açıq etiraf eləmək lazımdır. Azərbaycan xalqının hal-hazırda proseslərə qoşulma, kütləviliyi və səviyyəsi bizim təşkilatlanma tempimizi üstələyir. Və biz bu aradakı fərqi aradan qaldırmaq üçün bir gündə itirmədən təşkilatlanmaq, güclənmək xəttini aparmalıyıq. Və nəhayət, kütləvi aksiyalarla bağlı. Əlbəttə ki, biz tutulan, həbsdə olan dostlarımızı müdafiə eləməliyik. Onların müdafiəsi üçün müxtəlif aksiyalarda keçirməliyik. Və bu bizim gündəmimizdən heç vaxtda çıxmayıb. Biz payız aylarında ciddi etiraz aksiyaları keçirmişik. Yanvarda keçirilən sosial şəbəkələrin təşəbbüsü ilə keçirilən aksiyalarda İctimai Palatanın fəalları yaxından iştirak ediblər, cərimə olunublar, həbs olunublar. Hələ bir qismi həbsdədir, bir qismi dünən həbsdən çıxdılar. Amma biz özümüzün gündəliyimizdə olan məsələlərlə bağlı, məhbusların müdafiəsi ilə bağlı, seçki islahatı ilə bağlı, müəyyən aksiyalarımızı keçirmək şərti ilə çalışmalıyıq ki, ümumiyyətlə etiraz aksiyalarının keçirilməsi ümummilli vəzifələrlə bağlı olsun, hamı ilə bir yerdə olsun. Məsələn, mən şəxsən hesab edirəm ki, yanvar ayında meydana çıxmış Azərbaycan gəncliyinin sosial şəbəkələr vasitəsilə öz etirazlarını təşkil eləmək forması olduqca uğurlu bir formadır. Protestdə ümumxalq
mahiyyəti verir, ümumxalq forması verir. Ona görə də hesab edirəm ki, bundan sonraki mübarizəmizdə bunu da nəzərə almalıyıq ki, çalışmalıyıq ki, öz məsuliyyətimizi başqalarının üzərinə qoymamaq şərti ilə İctimai Palat olaraq əsas məsuliyyətin üzərimizdə olduğunu anlayaraq, amma mübarizəni hamı ilə bir yerdə aparaq. O cümlədən Azərbaycan gəncliyinin mübarizəyə aktiv şəkildə müdaxilə etməsini salamlayaq, onları alqışlayaq, izah eləyək ki, biz qətiyyən orada-burada bəzilərinin dediyi kimi həmin bu yeni qüvvələrin siyasət meydanına atılmasına nəinki qısqanmırıq, çox sevinirik, alqışlayırıq. Biz uzun illər bu mübarizədə onları gözləmişik. Biz onlara ümid eləmişik ki, biz sınmayaq, biz prinsiplərimizdən dönməyək, biz bu mübarizə cəbhəsini saxlayaq, yeni nəsil gələcək. Bax, o yeni nəsil gəlir. O nəsil bizim ardıcılarımızdır, bizim mübarizəmizi birlikdə aparacağıq və hesab edirəm ki, optimizm üçün hər cür əsaslar var. Sağ olun.